Herkese salam. Deməli dostlar, belə bir yeni Pozqazan biletimiz çıxıb. Mega 7. Qiyməti 5 manatdır biri. Dedim alım bir yoxlayaq görək. Təzə bilet nə göstərir. Başlayaq. Demək burada 3 cür uduş var. Bunların birində 7 rəqəmi çıxmalıdır. 7 rəqəmi çıxsa uduşlu olur. Burada bir sırada 2 ədəd 7. Məsələn, burada 7, burada 7 çıxdısa qarşısındakı uduş qazanılır. Burada isə bir sırada elə bir bu sıra yüksək olsun, bu rəqəmləri, bu sıra balaca. Məsəl üçün 6, 5 çıxdısa uduşludur. Başlayaq. Görək nə göstərir. Əvvəlcə buranı pozaq. 4 rəqəmi çıxdı. Burada 7 çıxmalıdır. Və altındakı uduş qazanılır. 9 30 azin. Üçüncü rəqəm 5. Bu lövhə, bu kana uduşsuzdur. Uduş yoxdur, 7 çıxmalıydı. İndi burada isə bir sırada 2 ədəd 7 tap. Görək. Birinci sırada 7 çıxdı. Əvvəl bu cərgəni sileyim, sonra bu cərgəni silərəm. Bu yaxşı silmir, dəyişim bunu. Demək, bu da heç. Şəkil çıxır. Meyrivari. Heç. Bunlar uduşsuzdur. Birində 7 çıxıb, birində 7 çıxmayıb. Gördüyünüz kimi 7. Burada 7 çıxsa uduşlu olacaq, çıxmasa yox. Yox, uduşsuz. Qaldı ikinci lövhə. Burada isə birinci sırada sənin çəkin rəqibin çəkisindən çox olsun. Deməli 24. Birinci rəqəm 35. Yüksək rəqəmə verir. 28. 36. 29. Birinci zəqənin rəqəmləri bunlardır. Görək ikinci nədir? 42. Bu uduşsuzdur. 2 xal yandırdı. 38. 40. 41. 33. Deməli, bu biletimiz uduşsuz oldu. Keçək növbəti biletə. Yine eyni qaydada. İki. Altı. Birinci lövhəmiz uduşsuz.
İkinci geçerək. Biraz problem oldu şeydə, kameramızda. İndi hər şey qaydasındadır yəqin ki. Yetti. İndi burada da 7 çıxmalıdır. Çıxmadı. Yenə bir 7'miz var. Yenə çıxmadı. Ama uçları nə verdi? 50, 10, 50, 15. Uduşsuz. Qaldı bir lövhəmiz. Bu yeni çıxıb bu bilet. Əslində nəsə bir uduş verməliydi. Vermir. 27. 2 xal yandırdı. Uduşu nə qədər idi maraqlı. 100 mi? ...34... ...43... ...100 alacağım. 28... ...35... ...100 mi? ...33... ...37... ...bu da uduşsuz. Belə baxıram ki, ən gözəli elə 7, 24, 25, 100 lazım. Bir xalda burada yandırdı. Bu 25, bura 24 olsaydı uduş olardı. Belə dostlar, 2 bilet pozdu. 5 manatdı qiyməti. Mega 7. Bu da gördüğünüz kimi uduşsuz oldu 2 biletdə. Kanala abunə olun, zəhmət olmasa videolarımıza bəyənin. Növbəti videoda görüşənədək sağ olun.